Şəhid Əsədli Əsəd Mahir oğlu 1995-ci il 17 iyunda Masallının Çayqıraq kəndində anadan olub. Bakıda milli qəhrəman Yuri Kovalyov adına 229 nömrəli məktəbi bitirib. 2012-ci ildən Azərbaycan Dövlət İqtisadiyyatı Universitetində ali təhsil almağa başlayıb. 2016-cı ildə Naxçıvanda kəşfiyyatçı kimi hərbi xidmətdə olub. Əsəd idmanın cüda növü ilə məşğul olub və yarışlarda uğurlar əldə edib. O, xasiyyətcən şən, pozitiv biri idi. Qohumları ziyarət etməyi, uşaqların könlünü şad etməyi xoşlayardı. Əsəd olduqca xeyirxah, yardımsevər və fədakar idi. O, ehtiyaclı şəxslərə əlindən gəldiyi qədər, hətta son pulunu da xərcləyərək dəstək olardı. Digərlərinin dərdini həll edə bilmək üçün əmək sərf edərdi. O, kiçik yaşlarından namaz və oruc əhli olub. Uşaqlıqdan Quran oxuyardı. Əhl-i-Beyt aşıqı olan Əsəd, məhərrəmlikdə Kərbəla şəhidlərinin əzadarlıqlarında iştirak edərdi. Həyata hər zaman pozitiv baxışlı olub. Ən çox işlətdiyi kəlmə isə belə idi: Aycan. Onun çox güclü yaddaşı var idi. Riyazi elmləri gözəl bilirdi. Şəhidlər onun kumirləri olublar. O, Tovuz döyüşlərindən, həmçinin General Polad Həşimovun şəhadətindən təsirlənərək adını könüllülər sırasına yazdırıb. Əsəd döyüşə getməzdən öncə belə bir cümlə işlədib: İnşallah sağ qaydarıq. Əgər şəhid olsaq belə, biz ölməyəcəyik. 27 sentyabrda başlayan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Həmişə hər yerdə nümunəvi biri olan Əsəd cəbhədə də seçilirdi. O, burada da böyük fədakarlıq və şücaətlər nümayiş etdirmişdir. Döyüş zamanı bütün çətinliklərə baxmayaraq səngər yoldaşlarının qayğısına qalmağa çalışardı. O, öz yeməyini və geyimini silahdaşları ilə bölüşərdi. Qardaşına etdiyi zəng zamanı şəhid olacağına işarə edərək belə söyləmişdi: Mən İmam Hüseynin görüşünə gedirəm. Müharibə meydanında bir çox qəhrəmanlıqlara imza atıb. O, 9 noyabrda Xocavənd uğrundakı döyüşlər zamanı öz canı bahasına 21 əskər yoldaşını xilas edərək şəhadət zirvəsinə ucalıb. 18 noyabrda Bakıda 2-ci Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Vətən uğrunda, Xocavəndin, Füzulinin və Cəbrailin azad olunmasına, hərbi xidmətlərə görə və həmçinin 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Subay idi. Ruhu şad olsun.